İnsanlara çox düşən həmin o sadə sual tipinə baxaq. Uşaqlar bizə bu ifadəni verib və bizə istədiyi ifadə budur. İş yəni diqqətini çəkən nədir? Bu 25 var, burada 5 var. Demək burada nəsə kvadrat söhbəti var da. Yəni yadınızda qalsın ki, ya kvadratik, ya kub, nəysə görürsünüzsə tez onu belə bu formada yazın. Elədir. Və burada uşaqlar görürəm ki, həqiqətən 2 kvadratlar cəmi aldım. Yəni bunun yerinə deyirəm a kvadratı, bunu da b-nin əvəz etsəm b kvadrat. Bir dənə belə bir düstur gördüm. İndi gəlin bir dənə möcüzə yaradaq və möcüzə yaradıb bir dənə düsturlar yazaq. Elədir. Bizim yadımıza düşdü ki, məsələ düsturlarım var. O zaman nə edirəm? Mən bu ifadəni saxlayıram. Qayıdıram mənə ilkin verilən ifadəyə. Mən burada mənə verib 5 bölünsün a var. Deməli baxın mən bu ifadədən nəysə 5 bölünsün a almalıyam ki, mən gətirim sonra bunu yerinə qoyum. 5 bölün a, burada 5. Mən nə edirəm? Hər tərəfini a-ya bölərəm ki, 5 bölünsün a olsun. Elə deyil. Və buradan görürəm ki, bu a ilə bu apardı və yerdə qaldı nə? A çıxılsın 2 bərabərdir mənfi 5 bölünsün a-ya. Sonra mən nə edirəm? Mən bu ifadəni götürərəm, bərabərliyin digər tərəfinə ataram. Yəni olacaq a, qarşısı mənfi də olacaq üstə gəlinsin 5 bölünsün a. O zaman nə edirəm? Bu ikini də nə edirəm? Yola salıram digər tərəfə. Bəli, mənfi 2 idi. Əlin digər tərəfinə atıramsa olur müsbət 2. Elədir. Aha, həmin o ifadədir. Baxın. Bir dənə bu ifadəyə diqqət yetirin. Bu ifadə elə mənim aldığım bu ifadənin ta kəndisidir. Nə edirəm? Gətirib yerinə qoyaram. Düsturların əsasını açsam, üstə gəlinsin 5 bölünsün a-nın kvadratı minus 2a, a-nın yerində a, b-nin yerində isə 5 bölünsün a durub. Baxın dostlar, a-nın yerində a, b-nin yerində isə 5 bölünsün a durub. 2ab demişdi yaxı, 2ab. A-nın yerində a, b-nin yerində isə 5 bölünsün. Aydındır, a bu a-nı apardı və bu ifadənin yerinə nə edirəm? Gətirirəm bu ya 5 bölü a-nın qiyməti nə idi? 2. Olacaq 2. Başında nə var? Kvadrat. Olacaq kvadratı. Çıxılsın 2 vurulsun 5-ə. Elədir. Və buradan alıram ki, 4 çıxılsın 10-a. Bunu cavab eləyəcək mənfi 6. Bu qədər.